Aparıcı Xoşgədəm Hidayət qızı ailəsi ilə birlikdə bölgələrə yollanıb. İstirahət üçün Laçın və Şamaxını seçən aparıcı həyat yoldaşı müğənni Doğuş və əkiz oğulları Arın və Arda ilə çəkilən fotolarını sosial şəbəkədə izləyiciləri ilə bölüşüb. Xoşgədəm istirahətdə olmasına baxmayaraq səhər saat 5-də oyandığını, idmanla məşğul olduğunu və yürüyüş etdiyini də bildirib. Aparıcı ailə fotolarını bu sözlərlə paylaşıb. Günəşi sevirəm çünki o heç kimdən heç nə gözləmədən hər gün işığını paylaşır. Sevgilər, gözəllik gözlə görünən deyil, hiss ediləndir.